Bismillahirrahmanirrahim. Qədir gecəsinin əməlləri. Hər 3 gecə üçün müştərək olan əməllər aşağıdakılardır. Birinci əməl, gün batarkən Qədir gecəsinin qüsulunu almaq, şam və xiftə namazlarını həmin qüsuldan sonra qılmaq. İkinci əməl, əhya saxlamaq, şam namazından sübh namazına qədər oyaq qalmaq. Üçüncü əməl, Quran oxumaq. Dördüncü əməl, Peyğəmbər salavatullah və onun əhl-i beytinə salavat göndərmək. Beşinci əməl, Qədir gecəsinin namazını qılmaq. Həmin namaz 2 rükətlidir. Hər rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsini oxunur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib 70 dəfə Əstağfirullah və Ətubu iləh deyilir. Mənası isə Allahdan günah və xətalarına görə üzr diləyilir və ona tərəf qayıdıram deyilməlidir. 6-cı əməl, 100 rükət Qədir gecəsinin namazı niyyəti ilə başqa namaz qılmaq. 50 dəfə 2 rükətli namaz qəza namazlı olanlara tövsiyə olunur ki, bu gecə bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar. 7-ci əməl, yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın, ha belə Allahdan çoxlu əfv dilənsin. 8-ci əməl, yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiniz. Sizə pislik edən hər kəsə bağışlayasınız ki, Allah da sizə rəhmət və nəzəri ilə baxsın. 9-cu əməl, Quranı açıq halda qarşısına qoyub aşağıdakını duanı oxumaq, sonra isə Allahdan istədiyini diləmək. Allahümmə inni əs'əluka bi kitabəl munzəli və ma fihi və fihi suməkəl əkbəri və əsməukəl husnə və ma yufəxbu və yurtca ən təcəlni min utəqalikə minənnar. Mənası isə budur. İlahi, nazil etdiyin kitaba, onun içində olanlara, onun içindəki ən uca adına, ən gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə səni ant verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən. 10-cu əməl, Quranı başa qoyub aşağıdakı duanı oxumaq. Allahümmə bihaqqi hazəl Quran və bihaqqi mən ərsəltəhu bihi və bihaqqi kulli mumin mədəhtəhu fi və bihaqqi əleyhim fələ əhədu ərəfu bihaqqə minkə. Mənası isə ilahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mət etdiyin bütün minlərə xatir və sənin onların üzərində haqqına xatir ki, səndən başqa sənin haqqını tanıyan yoxdur. Və sonra 10 dəfə bikəyə Allah, mənası özünə xatir ilahi. Sonra 10 dəfə bi Muhammedin, Muhammed salavatullaha xatir. 10 dəfə bi Əliyin, Əliyə xatir. 10 dəfə bi Fatimətə, Fatiməyə xatir. 10 dəfə bi Həsəni, Həsənə xatir. 10 dəfə bi Hüseyni, Hüseynə xatir. 10 dəfə bi Əliyin Hüseyn, Hüseynin oğlu Əliyə, İmam Səccədə xatir. Bi Muhammed ibn Ali, Əlinin oğlu Muhammed, İmam Baqirə xatir. Bi Cəfər ibn Muhammed, Muhammedin oğlu Cəfərə, İmam Sadiq əleyhissalama xatir. Bi Musa ibn Cəfər, Cəfərin oğlu Musaya, İmam Kazıma xatir. Bu Əli ibn Musa, Musanın oğlu Əliyə, İmam Rızaya xatir. Bu Muhammed ibn Ali, Əlinin oğlu Muhammed, İmam Cavada xatir. Bu Ali ibn Muhammed,
Muhammedin oğlu Əliyə, İmam Hadiyə xatir. Bu Həsən İbni Əliyin, Əlinin oğlu Həsənə, İmam Həsən Əsxəriyə xatir. Bu Höccətə, İmam Sahibə Zamana xatir. Duanın bu yerində Allahdan öz istədiyinizi diləyin. 11-ci əməl İmam Hüseyn əleyhissalamın ziyarətnaməsini oxumaq. 12-ci əməl İmam Həzrət Əli Əkbərin əleyhissalamın ziyarətnaməsini oxumaqdır. 13-cü əməl Kərbəla şəhərlərinin ziyarətnaməsini oxumaqdır. 14-cü əməl Həzrət Əbəlfəz əleyhissalamın ziyarətnaməsini oxumaqdır. Və 15-ci əməl Cövşən Kəbir duasını oxumaqdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Mənbələr Əhl-i Beyt az saytındandır.